Fərqindəyəm, çox gözəl görsənirlər, lakin oftalmoloq olaraq kiprik qaynağının birazcıq zərərlərindən danışaq. 1. Blefarit riski. Süni kipriklərin dibində makiyaj, toz hissəcikləri toplanır və bunlar öz növbəsində bakteriyaların inkişafı üçün zəmin yaradır. Nəticədə kiprik dibinin iltihabı yaranır və xroniki blefaritə səbəb olur. 2. Allergik reaksiyalar. Kipriklərin dibinə yapışdırıcıların tətbiq olunması, xüsusilə formaldehid tərkibli yapışdırıcılar göz qapağında qızarıqlıq, şişkinlik, ödemə səbəb olur və hətta qaşıntı halları da müşahidə olunur. 3. Quru göz sindromu. Çox uzun və incə şəkildə yığılmış sıx kipriklər gözdə qırpma mexanizmlərini pozaraq göz yaşı pərdəsinin sabitliyini pozduğu üçün gözdə qurumaya səbəb olur və belə olduğu təqdirdə insanlar baxdıqları anda ani olaraq görmədə gəlib getmələr müşahidə edirlər. Gah yaxşı görürlər, gah pis görürlər və göz yaşı təbəqəsinin sabitliyinin pozulması isə gələcəkdə okulyar yüzey düzənsizliyi, gözün üzərində eroziyaların və digər problemlərin yaranmasına səbəb ola bilər. 4. Gözlərdə təbii kipriklərin zədələnməsi. Davamlı şəkildə süni kipriklərin taxılması, çıxarılması öz kipriklərimizin zədələnməsinə və qırılmasına səbəb olur ki, nəticədə kipriyin sıxlığında azalma baş verir. Bu videonu qaynaq ustanıza və qaynaq istifadə edən dostlarınıza göndərməyi unutmayın.